Ata puluyla yaşayıb kef eləyən oğlan. Nə əziyyət çəkirsən ki, kef eləyirsən də? Ən çox eşitdiyim və ən çox rəylərdə gördüyüm sözlərdir bunlar. Düzdür, mən valideynlərimə haqsızlıq eləyə bilmərəm. Mən heç vaxt yoxluq görməmişəm. İmkansız ailədən deyiləm, orta təbəqəli ailədənəm. Amma mənim karyeramda mənim valideynlərimin heç bir rolu olmayıb və bugünkü gündə də tək yaşamağımda da yalnız və yalnız mən məsuliyyətliyəm. Mənim bu qədər müstəqil olmağım və bu qədər qürurlu olmağım başıma bəla oldu da. Əslində əvvəllər çox qürurluydum. Düşünürdüm ki, bir oğlan atasından pul alırsa, valideynlərindən pul alırsa, bu bir yabırçılıqdır. Amma yaşa dolduqca biraz fikrimi dəyişirəm. Düşünürəm ki, niyə də yox. Düzdür, mən niyə qədər valideyn pulu ilə yaşamamışamsa, bundan sonra da yaşayan deyiləm. Amma yenə də insan fikirləşir ki, misal üçün mənim dostlarım var ki, məndən yaşıddılar. Onlar valideynlərinin hesabına hər şey eləyirlər, heç yəni işləmirlər belə, amma mən gecə-gündüz işləməklə məşğulam. İnsanlar bu əziyyətli tərəflərini görmürlər. Bəli, mən çox əziyyət çəkirəm, amma mən deyə bilmərəm ki, mən digər Azərbaycan gənclərindən çox əziyyət çəkirəm. Onların haqqına girə bilmərəm. Mənlə yaşıd elə Azərbaycanlı gənclər var ki, onlar ağır işlərdə işləyirlər. Yəni mən onların haqqına girə bilmərəm. Onların vaxtında bəlkə də şəraiti olmayıb oxumağa, təhsil almağa. Amma mənim şəraitim olub oxuyub təhsil almağa və bugünkü gündə də yaxşı yaşayıram. Ona görə də mən Azərbaycan gənclərinə deyə bilmərəm ki, mən sizdən çox uğurluyam, sizdən üstünəm. Əstəğfurullah. Mən Azərbaycan gənclərindən üstün deyiləm. Hətta onların çətinliklərini başa düşürəm və hörmət eləyirəm onlara. Amma unutmayın ki, mənim taylarım, mənim kimi orta təbəqəli ailədən olanların oğlanları bu dəqiqə gündə bir maşın vururlar, nə bilim, kef eləyirlər. Mən isə vaxtında hipermüstəqil olmağı seçdim. Hipermüstəqillik heç də yaxşı bir şey deyil əslində. Axı neyniyim? Bu mənim xarakterimin bir parçasıdır da. Xoşlamıram kimsə mənə nəsə desin ki, onu elə, bunu elə, onu ora qoy, bunu bura qoy. Öz müstəqilliyimi axtarmışam hər zaman. İnsanlar məni o qədər yarıtmayıblar ki və xəyal qırıqlığına uğradıblar ki, hər şeyi tək eləmək məcburiyyətində qalmışam. Uğurlarımı tək qazanmışam. Ən çətin günlərimdən tək keçmişəm. Heç kimdən fikirlərimi, heç kimdən problemlərimi paylaşıb heç kimi narahat eləməmişəm. Öz problemimi özüm həll eləyən oğlanlardan olmuşam və hələ də eləyəm. Loru dildə deyim də, kim atasının şotuna yaşayırsa, kef eləyirsə, inanın ki, mən artıq onları qınamıram. Çünki həyatı başa düşürəm ki, valideyn qazanırsa övladına xərcləməlidir. Ümid edirəm ki, bütün Azərbaycan gəncləri yaxşı yaşayarlar və istədiklərinə çatarlar.